Salam dəyərli izləyicilər, bugün ölkəmizin uzunluğuna görə ən böyük 10 çayını öyrənəcək. Ölkəmizin uzunluğuna görə ən böyük çayı Kür çayıdır. Türkiyə ərazisindən başlayır, 1515 km uzunluğa malikdir. Bu uzunluğun 906 km ölkə ərazisində formalaşır, Xəzər dənizinə tökülür. İkinci ən uzun çayımız Türkiyə ərazisindən başlayan Araz çayıdır. 1072 km uzunluğa malikdir. Sərhəd boyunca axaraq Kür çayına tökülür. Üçüncü çay Gürcüstan ərazisindən başlayan Qanıq çayı 413 km uzunluğa malikdir. Mingəçevir su anbarına tökülür. Dördüncü çay Gürcüstan ərazisindən başlayan Qabırlı çayı 389 km uzunluğa malikdir. Mingəçevir su anbarına tökülür. Beşinci çay Qutondağ zirvəsindən başlayan Samur çayı 216 km uzunluğa malikdir. Xəzər dənizinə tökülür. Altıncı çay Pirsaat çayı 202 km uzunluğa malikdir. Kor mənsəbli çay hesab olunur. 7-ci çay Qarabağ vulkanik yaylasından başlayan Tərtər çayı 200 km uzunluğa malikdir. Kür çayına tökülür. 8-ci çay Sumqayıt çayı. Sumqayıt çayının uzunluğu 198 km-dir. Kor mənsəbli çay hesab olunur. 9-cu çay isə Türyan çayıdır. Uzunluğu təqribən 180 km-dir və Kür çayına tökülür. 10-cu çay Qarabağ vulkanik yaylasından başlayan Bərgüşət çayıdır. Uzunluğu 178 km-dir. Həkəri çayın qolu hesab olunur.